də toxunacaq. İndi Zoom bağlantımızda fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi, fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdürü. Faiq müəllim, xoş gördük sizi. Xoş gördük. İndiyənə qədər tədqiqatlarınızda 100 il öncə Bakıda açılmış Türkoloji birinci qurultayda səslənən fikirlər, əsas ideyalar, oradan qoyulan cığırlar və bu cığırların məntiqi nəticəsi ilə bağlı çox yazılarınız olub. Həm elmi tədqiqat çərçivəsində, həm mətbuatda. İndi isə belə qismət oldu ki, bunun 100 illik yubileyində siz də iştirak etdiniz. Siz nələri gördünüz, nələri müşahidə etdiniz, Türk dünyasını, Türk xalqlarını, onun fikir və ictimai adamlarını narahat edən əsas problemlər nədir? Çok sağ olun Elçin Bey. Birincisi burada önemli olan mesele Türk halklarının değiştirilmiş, tehrif olunmuş mahiyetini, mənəviyyatını bərk etmek. Biz buna çalışırız. Yani son əsrlər Türk halkları için uğurlu olmadı. Birden 17-19. əsrlər Türk xalqları üçün tənəzzül dövrü oldu. İstər Osmanlı dövləti olsun, Səfəvilər, Qacarlar ya da Qızıl Ordamız olsun. Vesaire və axır. Yəni bu 3 əsrə yaxın çox böyük tənəzzül içində oldu. 19-cu əsrin sonlarından 20-ci əsrin əvvəllərində yenidən bir diriliş oldu. Məhz 1926-cı ildə birinci Türkoloji qurultayın da məhz bu dövrə təsadüf etməsi təsadüfi deyildi. Yani Türk halkları toparlanmak istəyir, yeniden bir diriliş istəyir. Ancak öz elinde değil, yani öz elinde bir güc yoktur. Müəyyən mənada bir çarəsiz ve ümitsiz vəziyyətdədir. Osmanlı bitmək üzrədir, yerine Türkiye Cumhuriyeti qurulur. Səfəvilər bitib, Qacarlar dövləti artıq İrançı bir ruhludur. Ve bu zaman Çar İmperiyasının, Çar Rusiyası İmperiyasının süqutu müəyyən bir ümidlər yarattı. Avrupa'da giden o sosyal demokratizm, liberalizm ideyaları Türk halklarında bir yeniden bir diriliş ümidi yarattı. Ancak yarımçık kaldı. Yarımçık kaldı. Osmanlı'nın yerine kurulan Türkiye Cumhuriyeti yani elə bir durumdaydı, elə bir vəziyyətdəydi ki, o artık dünyaya tesir edecek bir güçte değildi. Güç Büyük Britanya'dır, Fransa'dır ve Çar Rusyası'nın yerinde kurulmuş ne kadar ağır vəziyyətdə olsa da Sovyet İmperiyasıdır. Ve çok maraqlıdır ki, yeganə müstəqil Türkiye Cumhuriyeti artık 1920-ci ildən sonra bir tane Türkiye Cumhuriyeti var. Yerde kalan Türk devletleri ve Türk halkları ise böyük çoxunluğu Rusiya İmperiyasının, Sovet İmperiyasının tərkibindəydi. Yəni, nə demək istəyirik? Biz dildə islahat aparmaq istəyirik, əlifbada islahat aparmaq istəyirik, şuurlarda, ideologiyada, məfkurədə islahat aparmaq istəyirik. Ancaq yetərli güc əlimizdə yoxdur. Bu bir gerçəklikdir. Bəzən indi bilirsiniz, Osmanlı İmperiyası yerində qurulan Türkiye Cumhuriyetini ya 18-20. illerde kurulmuş Azerbaycan Cumhuriyetini ya o dönemlerde mevcut olmuş Türkistan Muhtariyetini ve diğerlerini birçok meselelerde ittiham etmek olar. Əlifba meselesinde, ortak Türk dili meselesinde, diğer siyasi ideolojiyalar meselesinde. Bugündən baxanda asandır. Ancaq o dönemdə... Faiq müəllim, bəlkə elə bugünə baxaq. Çünki